78-ci test. Verilmiş sözlə bağlı Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Doğru fikirlər, açar sözümüz. Verilən sözlər əziyyətlidir və mavinlər. Sözlərin tələffüzuna baxırıq. Əziyyətlidir sözündə qoşa y-nin biri düşəcək. T-dan sonra gələn l-dır deyiləcək və sondakı r-dır qrammatik şəkilçi olduğuna görə başqa nitq hissəsində işlənib düşəcək. Deməli, sözdə 3 fərqli məqam var. Mavinlər sözündə ü, a indiki arfeipiyada olduğu kimi deyilir deyə fərq yaratmayacaq. N-dan sonra gələn l isə n deyiləcək və deməli, sözdə bir fərqli məqam olacaq. Hökmlərə keçirik. 1. İki məqamda səs düşümü var. Mavinlər sözündə səs düşümü yoxdur deyə bu ancaq birə aid doğru fikirdir. Ona görə bir düzdür və bir düz olduğuna görə biz bir olan variantı cavabımız kimi götürürük. Keçirik variantlara. Harda bir yoxdursa atırıq. B-də, C-də və E-də bir yoxdur. Ona görə bunlar kənarlaşır. Seçimimiz qalır A və D arasında. Oxuyuruq rəqəmləri. 1-də 1, 2, 6, 1, 4. Birlər düzdür. 2-yə baxırıq. 2-də saatlərdən heç biri uzanmır deyir. Bu ikinci söz üçün biraz dolaşıq ola bilər. Köhnə qrafiyə ilə qarışır, orfepiyə ilə qarışır deyə. Ona görə 2-ni saxlayırıq sual altında. Buna cavab vermirik hələ. Keçirik 4-ə. Yazıldığı kimi tələffüz olunmayan samit var. 4 ortaq fikirdir və hər iki sözdə l fərqli tələffüz olunur deyə 4-cü hökm düzdür. Deməli 4 düz olduğuna görə 4-ü götürürük və A variantında 4 yoxdur deyə A-nı atırıq. Cavabımız olur düzgün D variantı. Deməli, A atıldı, D isə oldu cavab. Və 6, niyə 6 düz deyil, sual doğura bilər. 6 deyir ki, orfeipiyası orfoqrafiyasından fərqlidir. Burada hər iki sözün tələffüzü fərqlidir. 6 isə bunu ancaq mavinlər sözü üçün deyir və hökm düz olsa da bu ortaq olmalıdır və 6 ortada yazılmalıydı. Ona görə artıq 6 səhvdir və cavaba daxil olmur. Düzgün cavab D variantı 1, 4.